Aytən Vüqarlı artıq 20 ildir ki, fabrikdəyəm. 2 ali təhsilim var, qırmızı diplomla universitet bitirməyimə baxmayaraq. Bir neçə dövlət strukturlarında, hətta Kadınlar Şöbəsinin müdüründən tutmuş, orta məktəbdə 14 il müəlliməlik çalışmama baxmayaraq, fabrikdə 2017-ci ildə brilliant direktor statusunu təsdiqləmişəm və bütün ailəmi fabriklə təmin edirəm. Mən Cabarova Əminə, 25 ildir fabrikdə işləyirəm. Özüm ekonomistim, narkozu qutarmışam, ministerstvoda işləmişəm, Mineftekinkunda, Roskomnefti Produktda. Bu gün mən fabrikdəyəm, həyatımı dəyişmişəm. Və vərəsə kimi uşaqlarıma biznes qoyuram. Çox sağ olun, siz də gəlin. Mən İbrahimova Elnurə, Fabrik şirkətinin milli direktoru, amma ixtisasca tibb bacısı olmuşam. Mərkəzi Qan Bankında illərlə baş tibb bacısı işləmişəm. Buna baxmayaraq özümə ikinci iş axtarırdım. Düşünmürdüm ki, mən 2022-ci ildə milli direktor olacağam. Belə alındı ki, özüm üçün keyfiyyətli məhsul alıb, indinin özündə 21 gündən bir 7000 pul alıram. Mən Gülün Hüseynova, Fabrik şirkətinin 2018-ci ildə təsdiqlənmiş brilliant direktoru. Mənim üçün bu biznes həyatımı dəyişdi və övladlarıma vərəsəlik olaraq böyük bir biznes qoyuram. Mən Kuturoğlu Maya, 2017-ci ildə brilliant rütbəni təsdiqləmişəm. Bugün çox böyük bir komandaya sahibiyəm. Hər kəsə qismət olsun. Evdə xanım olmuşam, heç evdə işləməmişəm. Ailəli, uşaqlı, xanım, başqa nə işlə məşğul ola bilərdi? Şükür Allaha ki, bugün çox böyük bir komanda var, maşallah olsun. Hər bir kəsə qismət olsun və bundan da yüksək rütbələri inşallah fəth edəcəyik. Mən Könül Məmmədova, Fabrik şirkətinin təsdiqlənmiş brilliant direktoruyam. 2016-da fabrikə gəlmişəm, 2019-da rütbəmi təsdiqləmişəm və Fabrik şirkətinin verdiyi bütün dəyərli səyahətləri qazanmışam, bütün dünyada gəzmişəm. Mən Əzava Xatirə, Fabrik şirkəti ilə artıq 20 ildir əməkdaşlıq edirəm. 2025-ci ilin nəticələrinə görə təsdiqlənmiş brilliant direktor statusundayam və mən uzun illərdir, 30 ilə yaxın idi ki, tibb bacısı fəaliyyətində işləyirdim. Fabrikdəki olan işimə, gəlirimə görə öz tibb bacısı vəzifəmdən imtina edib işimdən özümü azad etdim. Mən Adayva Ruhiyə, artıq 9 ildir fabrikdəyəm. 2021-ci ildə brilliant direktorluğunu təsdiqlədim. Evdar xanımlıq çox uzaqda qaldı və mən biznes nədiyə çevrildim. Mən Fahimə Qolçuram. 17 ildir işləyirəm fabrikdə. Brilliant statusu təsdiqlənmişəm. İndi yaşayır, həyatı dəyişirik. Mən Zamanova Ülkər, 3 ildir fabrikdə əməkdaşlıq edirəm. Ali təhsilli müəlliməyəm, müəllimə isləhətini tərk edib fabrikdə açıq qrupda brilliant direktoram. Mən Kəlbəliyeva Məlahət, 8 ildir fabrikdə çalışıram. Ali təhsilliyəm və 10 il maaşlı işdə çalışmışam. 2024-cü ildə elit statusunu təsdiqləmişəm. Fabrikdə çox yaxşı gəlir əldə edirəm. Yaxşı ki, fabrikdəyəm. Mən Baxışova Aynurə,